من نمیدانم که هستم کیستم، لیک از حسن تو غافل نیستم. صفر صفر هستم الهی در شدن، هستم اندر شرمساری بیست من. مسکنت آوردم یا رب پیش، زار مضطرم به دست نفس خویش. علمک حسبی به حالی یا حسیب، مضطر منم امن یجیب. حضرات شمس مولانا şeyh Eşraq Molla Sadra Sanayi ve ayrılarının ayrı dəğdəğələrinin qırağında bir hamlılıq, müştərək dəğdəğələri də varmış. O da Kur'an'mış. Kur'an onları bir yerdə görüşdürür. Dəğdəğələr nə qədər yuxarılaşdıqca təqəddüs tapırlar. Onlar bu sahilsiz və dipsiz dənizə cumduqca daha da sözbir olurlar. Onların qəraətləri ayrı coğrafiyaların məhsulu olduqlarında birləşir. Onların ayrı yollardan gəldikləri Kur'an'ın haqqında onların qəraətlərini dəyişdirməyir. Və belə də olmalıdır. Buna görə ki, okyanusa hər bir yandan girmək onun okyanusluğunu dəyişdirməz. Və onların düşündüklərinin adını da taza bir qəraət qoymaq olmaz. Təzə sözü araya gələndə istər-istəməz köhnə sözünü araya çəkir. Və bölgü tanımayan birə-bir həqiqət bölünür. Heç kim iddia eləyə bilməz ki, okyanusun quzeyi təzədir və güneyi köhnə. Onlar bir qəraətdən ki, uçsuz, qıyısız, okyanusdur, özlərinin cumduqlarını qələmə alıblar. Onlar Kur'an'ın saya gəlməz bətnilərindən, butunun la tohsa, saya gəlməz bətnilərindən aldıqlarının adını təzə qoysaydılar, Kur'an'ı özləri ilə ölçüb onu qurbanlıq əti eləyərdilər. Bizim o adamlarla ki, bir boşqa suyun içinə girməklə okyanusu tərifləmək istəyirlər, işimiz yoxdur. Amma köhnəlik qəbul eləməyən, bir küllü tikələyənlər və öz düşündüklərini də təzə adlayanlar tarixin hər bir qatında törənən arizələrə və yaranan qovğalara cavab verməlidirlər. Sənayi deyir, Kur'an'ın ləzzətin alanmazsan, dadını anlasın gərəkdir can. Sən Kur'an'dan duağını gördün, səslərindən niqabını gördün. Baxsa torpaqlı göz görər torpaq, pakı pahlar bilər, pakı pahlar görər nə bir alçaq. Salsa devlik əgər səni əmnən, Kur'an'ın anlamı qaçar səndən. Həzrəti Seyyid-i Sacidin aleyhisselamın məkarim-i əxlaq duasında bir fəraz vardır ki, o həzrətin bəndəlikdə dəğdəğəsinin olduqca müqəddəsliyinə qayıdır. O budur.
Allahümme estefriq eyyâmi alâ mâ xələktəni ləh. Ey mənim yaradanım, mənim vaxtimi və ləhzə-ləhzələrimi o zatdan ötürü ki, məni yaradıbsan boşa çıxartçının. Bu söz bunu istəyir desin ki, məni sənsiz ləhzələrə tuş gətirməcinin. Səndən gələ hər nə xoş gəlibdir, sənsiz dolu gəlsə boş gəlibdir. Mevlana ilə Şəmsin aralarındakı bağlılıqdan danışmaq aylar və illər söhbətidir. Amma bir balaca mövridin üstünə barmaq qoymaq çox da yersiz deyil. Mevlana Mütənəbbinin divanını çox sevərmiş, çox oxuyarmış. Doğrudan deyirlər. Mütənəbbi taysız söz ustadıymış. Sədi boyda sözündə möhkəmlik vardır, amma hər bir möhkəm olan söz dənli və mutqən də ola bilməz. Şəms bir gün ona deyir, Mütənəbbidə səni alındıran söz yoxdur. Mevlana kitabı bükür. Amma neçə gün bu işdən sonra Şəms bir daha Mevlananı Mütənəbbinin divanı ilə xəlvət eləmiş görür. Onun dodağına bir gülüş qonur. Mevlana həman gecə Şəmsi yuxuda görür ki, bir arıq və quru kişinin saqqalından yapışıbdır. O kişi Mevlanaya yalvarır ki, məni bu dəli kişinin əlindən alcınım. Mevlana yuxudan daşlanır və işin nə olduğunu seçir. Sabah elə ki, ertədən Şəms onun yanına gəlir, Mevlana yuxusunu demədən Şəmsi deyir. O yazıq kişinin saqqalını niyə mənim əlimdə qoymuşdun? İndi bir daha Həzrəti Səccad əleyhisselamın fərmayişlərinə qaydırıq. Allahümme estəfriq əyyami əla ma xələqtənilləh. Ömrün ləhzələri ağacın yarpağı kimi bizə pay verilibdir. Amma onları rişəmizin istədiyindən ayrı yollarda işə aparmağımız, dalımız, amma onları rişənin istədiyindən ayrı yollarda iş aparmamız, dalımızı sözsüz eləməyəcəkdir. لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ. Biz ixtiyar sahibiyik, muxtarıq. Amma muxtar olmağımız bu mənaya deyil ki, bizim əyağımız cızıqdan aşıb və şərri də sınamağa açıqdır. İxtiyar xeyr kəlməsindən tutulubdur. Xavrə, yəxiru, zərəbə babından. Xavrə, yəxiru, xəyərətən və xiyərətən məsdər olur. Seçmək, bəyənmək. Pəs bir nəfər muxtarın ixtiyarı vardır ki, xeyrin mülkünü olduqca və çıxarı qədər sınasın. Qur'anın sayacəlməz bətlilərinə səfər eləsin, ilahi çıxarlarını oldursun, o gözəlliklər ilə özünü gözəlləndirsin. O, muxtarlığında daha şərri təcrübə eləməyə məcbur deyil. Mərifət aləmində ləhzələrin hesabı vardır. Hasib qəblə əyyuhasəb. Sizindən hesab çəkilməmişdən özündən hesab çək. Bu yerdə və bu məqamda
qorxucu, güdükçü, hədələyib qorxudan yoxdur. Hər bir zat özünsən. Amma öz başına rəhli papaq qoyan xalqın gülməyinin qabağını boğanmayacaqdır. Məna adıyla özlərini əzdirib, əzbərlədən, hedihləndirənlər bunu bilməlidirlər ki, onların sasımış içərilərini və fikirlərini aydınca görənlər və oxuyanlar vardır. Qorxusu kibrin, riyanın, ey filan, danışanda bəllənər sanki soğan, buyi kibr و buyi hirs و buyi az, در سخن گفتن بیاید چون پیاز. Qorxusu kibrin, riyanın, ey filan, danışanda bəllənər sanki soğan. And içirsən, yeməyibsən, turpsən. Sevmərəm köhdən soğanı, turpu mən. Turpiyin bəlləndirir and içməyin. Turpiyin bəlləndirir and içməyin. Anlayırlar yediyin turpun iyin. Dualar olmaz o pis iyiden qəbul. Çün dilin sağdır sənin, qəlbindir sollu. Eşidərsən exsəu. Eşidərsən exsəu. Dimmə lal ol. Quranda ayə var. İxsəu və la təkəlləm. Dimmə lal ol. Çıxı, qoy getdir. Eşidərsən exsəu. Dimmə lal ol. Neyləyibsən sən? Neyləyibsən istəyin olsun qəbul. Neyləyibsən istəyin olsun qəbul. Dedi sufilərə söz anlayan pir, özünü ey bilən əsrarə təfsir, ki sufi ilə imam, şeyx ilə zahid, Quranı bər bilən qulluqçu zahid, libası 100 tikə, libası mürəkkə, libası 100 tikə, huccacə salqi, dinin öz oğlu, hacın oğlu hacı, sözü oh tək keçər, söz əhli, sərvər, başında hər zaman din adlı əfsər, hamısı oldu səndə başlı başdan, nəyə lazım deyilsən sən müsəlman? Müsəlmanlıq, oğul, ayrı məqamdır ki, onsuz hər nə iş varsa yalandır. Özünü getginən ixlasa düzsən. Əgər ixlasın olsa, sən də düzsən. Deyim ixlas nədir? Asandan asan. Sözünü haqlasın feilin müsəlman. Bu oxuduğum şeir Puriya-i Vəlinin şeirlərindən idi ki, onun əlbəttə tərcüməsi məndəndir. Və burada bu bəhs sona çatır. İnşallah gələn cəlsədə yenə xidmətlərinizdə olacaq.